Hazırki münasibət hara gedir? Bu videonu təsadüfən görmürsən, münasibətin taleyi ilə bağlı mesajın var. Gəl baxaq. Hazırda onun hazırki enerjisi sənə qarşı nədir? Onun hazırki enerjisi sənə qarşı nədir? Münasibətin arxasında gizlənən əsas dərs nədir? Bu əlaqəni saxlayan enerji nədir? Bloklayan nədir? Nəticə yaxın 1-3 ayda nə ola bilər və sənin üçün ən xeyirli davranış tərzi nədir? Gəl bunlara baxaq. Birinci, onun hazırki enerjisi sənə qarşı, buna baxaq, nədir? Onun hazırki enerjisi sənə qarşı hazırda duyğusal cəhətdən bu münasibətdə duyğusal, emosional yanaşan sənsən bu münasibətdə, daha sərt, kəskin yanaşan odur bu münasibətdə, belə deyim də, onun sənə qarşı davranışları gəlgət enerjisi görürəm mən burada. Sanki elə bil ki, sən bu münasibəti necəsə saxlamağa mı çalışırsan, sənin bu münasibətə doğru hansısa böyük bir ümidlərin mi var, amma o insandan bu dəqiqə, bu münasibətdə konkret bir qərar mı görmüşəm deyim, gəlgət enerjisi mi görmüşəm deyim, sanki belə deyim də, yol üstündədir, elə bil ki, sənə belə gəlir. Çünki ya ola bilsin aramızda inciklik bir durum var, ya ola bilsin aramızda xəyanət bir durumu da ola bilər, yalan bir durumu da ola bilər. Yenə deyirəm, bu dəqiqə dəngəsiz davranır və ya bəzilərinizə ümumiyyətlə danışmırsınız və ümumiyyətlə bitibdir münasibət. Belə bir şey gedir. Gəl baxaq. Və yaxud da ki, incimisiz də, küsmüsüz. Okay. Münasibətin arxasında gizlənən əsas dərs nədir? Münasibətin arxasında gizlənən əsas dərs odur ki, sən nə istədiyini bilməlisən, sən seçim etməlisən. Öz xeyri və seçim etməlisən bu münasibətdə, öz mənfəətin uğruna seçim etməlisən. Yəni, əgər bu münasibət səni üzürsə, bu münasibətdə sən göz yaşın varsa, bu münasibəti bitirməlisən, geçtaliti bağlamalısan. Çünki burada bax, görürəm ki, sənin üzüldüyün bir ilişki görürəm burada. Sənin bu münasibətdə göz yaşı tökdüyün və bu dəqiqə sən qərar verməlisən. Çünki belə deyim də, özünə layiq bilmədiyin, rəva bilmədiyin şeyləri qəbul etməməlisən, görməməlisən. Kəskin davranmalısan, konkret olaraq kəskin davranmalısan. Bu əlaqəni saxlayan nədir? Bloklayan təsir nədir? Bu əlaqəni saxlayan, bloklayan təsir ümumiyyətlə, belə deyim də, bu münasibətdə bitməlidir, amma bitirmirsiniz. Məsələ budur. Bu münasibətdə çünki qarşılıq yoxdur. Bu münasibətdə sənin verdiyin qədər o da sənə vermir. Yəni burada enerjidir, sevgidir, münasibətdir, bu belə deyim də diqqətdir. Ona görə də bu münasibətdə qarşılıq yoxdur. Sən daha emosional davranırsan bu münasibətdə, sən daha sevgi dolu davranırsan, amma o görmürəm yəni. Elə bil ki, toksik bir ilişkidə ilişib qalmısan sən bu münasibətdə. Okey. Gəl baxaq, nəticə yaxın 1-3 aya necə ola bilər? Nəticə yaxın 1-3 aya. Əgər bu durumu davam eləsən, illa ki, yox bitməsin, yox davam eləyək, yox nə bilim, mən ayrılmaq istəmirəm desən, bu münasibəti davam eləsən, belə deyim də, saxlaya bilərsən əslində bu münasibəti və yaxud da ki, bununla danışıb, anlaşıb, yəni bəlli bir yerə gələ bilərsən. Bəlkə də içimizdə anlaşılmaz bir durumlar var. Bəlkə də yəni ondan bu səbəbi soruşa bilərsən əslində. Yenə də baxaq, bu münasibət yaxın 1-3 ayda nə ola bilər? 1-3 ayda. Yenə deyirəm, sən bu münasibəti illaki toksik olmağına baxmayaraq, ayrılmaq istəməyərək bu münasibəti bəlli bir şəkildə onun gəlgitlərlə qəbul edib saxlaya da bilərsən, amma yox, mən bu ilişkiyə layiq deyiləm deyib bitirə də bilərsən. Bax, seçim səndən əlaqədardır. İndi gəl baxaq, sənin üçün ən xeyirli davranış tərzi nədir bu münasibətdə? Ona qarşı ən xeyirli davranış tərzi nədir? Ondan addımlar gözləmək. Ondan elə bil bir müddət geri çəkilməlisən. O sənə əgər bu münasibətdə dayaz davranırsa, o dayaz davranışlara qəti şəkildə qəbul etməməlisən. Məsələn, belə deyim də, get böyük gələrsən. Konkret olaraq belə bir şeydir. Yəni, bu münasibətdə sənin istədiyin olğunluqla davranmır. Bu münasibətdə sənin gözləntilərini doğrultmursa, sən ona konkret olaraq geri çəkilirsən və ondan addımlar gözləməlisən. Görsənmi, sən addım atırsan. Elə bu qaçır və yaxud da ki, bu gəlgət davranır, sən amma geri çəkilsən. Amma sən geri çəkilsən, o insan artıq nə istədiyini biləcək və o insan artıq, yəni, sənindirsə qalacaq, sənin deyilsə gedəcək. Gəl belə baxaq. Sən geri çəkilsən, o bu münasibəti düzəltmək üçün, bərpa etmək üçün addımlar atacaqmı nəticə olaraq? Sən geri çəkilsən, əlbəttə ki, münasibəti bərpa etmək üçün addımlar da atacaq. Belə deyim də, münasibəti daha stabil bir rejimə keçirmək də istəyəcək. Bu dəqiqə qaçan qovalanır da, belə bir söz var. O qaçır deyə sən onu qovalayırsan və o insan da düşünür ki, bu çox özəldir, bu çox vacibdir. Geri çəkil, amma onunla davam etmək sənin üçün xeyirlidirmi, deyilmi? Bunu öyrənmək istəyirsənsə, şəxsi açılım üçün profilimdəki nömrə ilə əlaqə saxla. Aldım, qəbul edim, yaz.